Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və şəhədu an la ilahə illallah vəhdahu la şərikə ləh və yətəvəlləs salihin. Və şəhədu ənə Muhammədən abduhu və rasuluh. Və sallallahu aleyhi və səlləmə salətən və sələmən daimeyn mütələzimeyn ilə yevmiddin. Allahümmə enfa'ni bimə alləmtəni və allimni mə yenfa'ni və zidni ilmə. Sonra şeyx Allah Subhanahu və Teala'nın ayəsini gətirərək zikr edir ki, Kəbura məqtən indallahi ən təqulu mə lə təf'alun. Ayənin əvvəlində gəlir ki, iman gətirənlər, limə təqulunə mə lə təf'alun. Etmədiyiniz, iman gətirənlər, etmədiyiniz şeylər haqqında niyə danışırsınız? Bu deyil, Allah qatındadır. Bu danışdıqlarınız etmədik şeylər, etmədiyiniz şeyləri, hansı ki, danışıb əməl etmədik şeylər Allah qatında ən böyük günahlardandır. Kəbura məqtən indallah ən təqulu mə lə təf'alun. Hansı ki, dediklərinizi əməl etmişsiniz, onlar Allah qatında ən böyük nədir? Günahlardandır. Yəni, bu mühüm məsələlərdəndir. İnsan var ki, qardaşına gözəl nəsiyyətlər eləyir. Baxsan deyəsən ki, bundan təqvalısı yoxdur. Bundan imanlısı yoxdur, lakin baxırsan ki, yəni əməldə heç nə. Yalnız danışmaq. O ki, Həsən Basriyə sual verirlər, deyirlər ki, küfəhli. Bir variantda gəlir ki, xavarişlərdir. Deyir, əl-bəud, yəni milçək gedir, nə? Ditdili. İnsan üstündə ölərsə də, qan dəyərsə də, paltarı ondan namaz qılmaq olar, yoxsa yox. Suala baxıyıq. Dəhşət. Alləmə kübrədirlər, Framas. Kübrədir, kübrə. Deyir, baxır, cavab baxıyıq sən. Deyir ki, vay haqq, vay olsun sənə deyir. İslamın aslanını, xəlifəni öldürdünüz, onda deyir, belə suallar, belə sıxıntılar çəkmədiniz, Əli radiyallahu öldürdün. Amma deyir, bir dənə deyir, milçəyə deyir, siz deyir, belə suallar verirsiniz. Vay olsun deyirsiniz. Yəni, təqviyə baxıyıq, o eşəyətdən, böyükdə, cənnətdən müjdələnmiş şəxsi öldürün. Küfəhl olub da, ona qarşı çıxın, onlarla vuruşun deyir. Və deyir, onu deyir, dərd eləməyin, bir dənə milçəyi dərd eləyin. Və ona görə də fikir versən ki, bunlara ümumiyyətlə, bu təşvirçilərin, yəni, niyə bunu gətirirəm? Çünki dediklərinə əməl etməyən əksəriyyəti nədir? Bunlardır. Danışdıqlarına əməl etməyən bunlardır, rafizilərdir və s. və ilə. Və həmçinin bu uzma gedir. Və yaxud da ki, azum, yəni ən böyük, əzəmətli günahlardandır. Biri var, məsələn, günahlar bir qismlərə bölünür. Kiçik günah var, böyük günah var, insanı dindən çıxardan var. Yəni ki, bu elə bir günahdır ki, əzəmətli günahlardandır. Baxmayaraq, yəni baxırsan etdiyin günaha, yəni dindən çıxartmayan olsa da, yarhamqallah. Yəni, amma ki, böyük günahlardan. Və insan, məsələn, nəsiyyət eləyir, bu şey etmək olmaz, harama girmək olmaz, öz siqaret çəkir. Və yaxud da ki, bu günahı etmək olmaz, özü axşam baxsan ki, nələrə baxır. Yəni, insan qısa olaraq, qayda olaraq yadda saxlayın. Etmədiyi, o ki, danışır, daha doğrusu, danışdığı şeyi əməl etmirsə də, onun dəvətində fayda yoxdur. Bir, çünki danışdığın şeyi əməl etməsən, orada Allah Subhanahu və Teala sənə bərəkət verməz. Hər bir şey aiddir bura. Sən sünnədən danış, sən namazlardan danış, sən gecə namazından danış, sən Qurandan danış, şəriət əhkamlarından danış, özün ona əməl etmirsənsə də, bu haqda danışsan fayda olmayacaqdır. Məsələn, dahilərdən birinin yanına gəlirlər, bir variantda gəlir Əbu Hənifə olur, rahiməhullah, bir variantda başqa bir şeyx olur, unutmuşam, vallahi alim, yəni hansı olur orada əsas, gətirirlər ki,
oğlum deyir, çoxlu xurma yeyir. Dəhşətli xurma yeyir. Deyir ki, get sabah gələrsən. Və yaxud da get, bir həftədən sonra gələrsən. Belə bir versiyalar keçir. Bir müddətdən sonra gəlir, deyir, şeyx deyilsə, sual vermişdim, dediniz, bir həftədən sonra gəlin. Başlayır uşağa nəsiyyət eləməyə, oğlum, ziyanlı, çox yemə. Sözünü bitirdikdən sonra deyir ki, şeyx deyir, və bunu deyir, bundan qabaq da deyə bilərdiniz də. Deyir, o anda deyir, mən də çox xurma yeyirdim. Əmələ bax, ha. O anda deyir, mən də çox xurma yeyirdim. Mən ona əməl etmədim, necə deyə bilərəm, deyir ona. Bax. Ravilərdən biri gedir, yaxınlaşır ki, səhrada olur. Səhrada olur. Orada səhv eləmirəmsə, bunu biz Umdətül Əhkam şərhində şeyx gətirmişdi, fayda olaraq. Ravilərdən birinə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu haqda hədisini eşitdim. Bunu mənə deyə bilərsənmi necədir? Eşitmişim, siz bunu bilirsiniz. Qalxır ayağa, əxi. Baxırdı kürəyində bu boyda əqrəb. Vurufdur bunu. Qara əqrəbdən, artıq zəhərlik də. Buna baxmayaraq qalxdı ayağa. Başladı hədisi deməyə. Deyir, şeyx deyir, uzanaraq da deyir, Allah Rasulunun adını çəkərək, mən nətər uzana bilərəm deyir. Belə bir faydam olar. Hədisi deyir, ölür. Rahiməhullah. Hədisi deyir, yəni baxsan, son nəfəsində belə əməli görsən necə eləyir. Yəni, o əməli etməsə, bax, gör necə əsrlər keçibdir. Allah subhanallah onu bu dəqiqədə nə eləyir? Əzəmətləşdiribdir. Görsən, bu hədis nədir? Rivayət olaraq gəlir. Həmən ravi, həmən məsələ rivayət olaraq gəlir. Yəni, məsələn, başqa bir bu məsələyə görə şeyx belə misallar gətirirdi. Xütbədə biri, şeyxlərdən biri xütbə verir. Xütbə verəndə baxır ki, orada səhralar olur da. Məsələn, Mavritaniyada elmi balaca bir şeylər də var. Belə deyək də, çadırlar balaca. Orada dərs keçsən. Bir dənə şeyx vardı, Rahiməhullah dünyasını dəyişdi. Bütün bir dənə paltarı var idi, şeydən idi. Hamısı yamaq idi. Ayaqqabısı da papşuydu. Heç nə yox idi. Amma oturanda qabağında, yəni əzbərdən başqa heç nə demirdin, ha. Yəni dərya idi, insan dərya, bildiyin dərya. Yəni Şeyx Şenqiti Muhammed, hamısı oradandır da, bildiyiniz Mavritaniyadandır. Şenqiti də böyük şəhərlərdəndir. Yəni şeyxə deyilər ki, əqrəb çıxır da. Bax, fikir ver, nə deyir? Tutur belə. Yəni, davam edir. Yəni, davam edə bilərəm. Dedilər, şeyx necə? Deyir, səhər zikrini eləmişəm, deyir. Əvzu bi kəlmət illət təmmət min şər mə xələq. Mən mümkün də vursun, deyir o. Əmələ, ixlasla əmələ bax, fikir versən qaradaş. Yəni, o orada oturub, danışır, amma əməl eləyir, danışır, Allah subhanallah fayda verir. Hələ çıxdı, getdi, deyir, vurmadı, heç nə eləmədi, deyir, gözümüzün qabağında. Yəni, deyir, mənə heç nə eləməyəcəkdir, əlhamdülillah, mən deyir, bu zikir eləmişəm, mümkündür ma bir şey eləsin. Yəni, ona görə də Allah subhanahu wa ta'ala bu ayəni dedikdə, şeyx bunu boş yerə gətirmir İbn Teymiyyə rahiməhullah. Xüsusən də kimə vurğuluyor? İman gətirənlər. İnsanlar yox, insanlar əməl eləyən də var, elməyən də. İnsanlar var ki, kafirdir. Elə qeylə deyil. Amma burada vurğulur kimə? İman, təqvə əhlinə. Ya eyyuhəl-ləzīnə əmənu, limə təqulunə mə lə təfəlun. Etmədiyiniz şeylər haqqında niyə danışırsınız? Ey iman gətirənlər. Qəbura məqdən indəllah ən təqulu mə lə təfəlun. Bilmirsəniz, bu etmədiyiniz şey danışmaq Allah yanında, Allah haqqında böyük günahlardandır. Yəni, ona görə məsələ nədir? Muhimdir. At-tamyiz məhulun müfəal vəl-məqd əşəddul bəğbut. Yəni, gətirdi, məqdan dedikdə vəl-məqd əşəddu minəl-buğd deməkdir. Yəni, nifrətdən də şiddətli bir şeyə deyilir. Buğd. Var nifrət, var buğd. Buğd nifrətə nisbətdə nədir? Üstündür. Buğd edirsən. Yəni, məqdan dedikdə, ayədə keçən məqdan, yəni buğd, şiddət, yəni Allah qatında ən böyük məqdan indəllah, Allah yanında ən böyük buğddur, ən böyük nifrət olunan bir şey idi ki, sən etmədiyi
şeylər haqqında nədir danışırsan? Fikir ver. Yəni təfsir elə belə təfsir deyil ha burada. Yəni bir şeyi əgər danışırsansa da ona əməl etməlisən. Bu da dəhşətli bir şey var bunun haqqında. Dəhşət. Amma bunun o tərəfə yoxdur. Bir insan danışdığını əməl etmirsə, yalnız danışırsa, kənd yerlərində uzunqulağın arxasına taxta belə balıq fırlandısa dərman üyüdür ya. Bəlkə biləsiniz. Görürsünüz onlar şeydə tarixdə keçirsiniz. Hə, boynuna ya bel tərəfinə belə bağlayırlar, belə arxasına da belə bağlayırlar, belə uzun taxta olur, belə uzunqulaq oradan fırlanır. Buradan da dəyirmanı belə fırrı neyini üyüdür. Deyir o insan ki etmədiyi şeylər haqqında danışır. Qiyamət günü deyir, bağırsaqları arxasından çıxacaq ki, dərmanı deyir, devr eləyən deyir, uzunqulaq kimi deyir, elə devr eləyəcəkdir cəhənnəmdə. Məsələ dəhşət dəxi. Ona görə də insan diqqətli olmalıdır. Hətta bəzi alimlər gətirir ki, dediyin haqq olsa belə, deyirsən də, dediyin haqdır. Amma sən onun əslinin dəlini bilmirsənsə, bu sinifə daxil ola bilər. Bu sinifə daxil ola bilir. Onun üçün insan Allahın adından danışanda ayəyə diqqətli olmalıdır. Hədislərdə ola bilər. Ki, ravini bilmirsən, və hədis əzbər yadında qalmır, yarısı qalıbdır, yaxşı mənaca yadda qalır, o icazəlidir. Amma ayələrdə, məsələn, deyirsən ki, mən bilən ayədə belə keçir, belə şey, bu şeylərə diqqətli olmaq lazımdır. Aynı oldu. Onun için şeyx gətirir ki, وَالْمَقْتِ əşəddu minəl buğd və yaxud da əşəddül buğda. Yəni, buğdan, nifrətdən də nədir? Qərəzli, yəni dəhşətli bir şeydir. Kəbura bə'də ənəl həvləl fə'il ilə təmyiz ənə və mə daxallət aleyh fi qavlihi ən təqulu mə lə təf'alun. Yəni ki, kəbura dedikdə, böyük dedikdə o şeyə daxildir ki, yəni ki, demədiyini, yəni danışırsınız o şeyləri, yəni onu etmirsinizsə də o nədir? Böyük günahlardandır. Və hədil əyəti tə'lil li əyəti ləti qabləhə və bəyanu li'aqibətihə. Bu ayədir, öncəkidir, ayələrdəndir. Ona dəlildir ki, öncəki ayənin, yəni öncəki ayə hansıdır? Yə yuhəl-ləzinə əmənu limə təqulunə mə lə təf'alun. Bu ayədən söhbət gedir. Çünki İbn Teymiyyə rahiməhullah növbəti ayəni gətirir başlıq olaraq. Kəbura məqtənə indəllah ən təqulu mə lə təf'alun. Yəni ki, iman gətirənlər etmədiyiniz şeylər haqqında niyə danışırsınız? Bilmirsiniz ki, bu etmədiyiniz şeylər Allah yanında ən böyük nədir? Günahlardandır. Yəni, öncəsi ayə, yə yuhəl-ləzinə əmənu, xitab olaraq möminlərə, iman gətirənlərə onların nəyindən xəbər verir? Aqibətindən. Əgər bunu deyir, edərsənsə də bu əməli sənin aqibətin budur. Yəni, ola bilər Allah subhanə və tealənin yanında ən böyük buğda qəzəbə nədir? Düşər olarsan. Fikir verdiniz, yəni. Ayə bir-birini necə elə tamamlayır. Qısa olaraq, qayda olaraq götürdük ki, bir insan etmədiyi şey haqqında danışarsa da artıq nədir? Böyük bir günaha daxil olur. Orada bərəkət olmur və ola bilsin ki, hətta Allah subhanə və tealənin adından və Allah Rasulunun adından yalan danışa bilər. Yalan danışa bilər. Çoxdur bu. Belə deyir, yox, elə deyil, belədir. Deyəsən, nətər dəlil hanı? Deyir, mən fikrim belədir, mənim fikrim budur. Sənin fikrin Allahın muradına görədir və elə götürülür. Bunlar hamısı xatadır. Ona görə bidət əhlinin də, xüsusən də xavarişlərin, rafizilərin, cəhmiyyə, mu'taziliyyə, quburiyyə, qumamiyyə və s. Onların hamısının azma səbəbləri öz ağlına yozması idi. Ki, bizim ağlımız necə qəbul edirsə də o cürdə əməl etməliyik. Və bu da nədir? Azmalarına gətirib çıxartdı. فإن هذا من أكبر الأمور أن يقول الإنسان ما لا يفعل. Yəni buradan görünür ki, ən böyük işlərdən biridir ki, insan etmədiyi şeylər haqqında danışır. وَاَشْهُ ذَلِكَ أَنْ يُقَالِ إِذَا كُنْتَ تَقُولُ شَيْءٍ وَلَا تَفْعَلْ فَأَنْتَ بَيْنَ أَمْرَيْنِ وَإِمَّا كَاذِبٌ فِيمَا تَقُولُ وَلَكِنَّكَ تَخَافُ النَّاسَ وَتَقُولُ لَهُمْ شَيْءٍ وَلَيْسَ بِالتَّحْقِيقِ وَإِمَّا أَنَّكَ مُسْتَكْبِرٌ عَمَّا تَقُولُ تَأْمُرُ النَّاسَ بِهِ وَلَا تَفْعَلْهُ وَتَنْهَى النَّاسَ عَنْهُ وَتَفْعَلْهُ. Deyir ki, burada iki məsələ var.
sən deyir, bu iki işdə deyir, yalan danışırsan. Ya yalan danışırsan ki, insanlardan qorxaraq bu söz deyirsən, insanlar mənə nə deyər, neyniyər və s. və qorxaraq nə deyir, başlayırsan başqa söz danışmağa. Və yaxud da ki, dedikləri bir şeydən təkəbbürlü olaraq, təkəbbürlənərək nədir? Danışırsan ki, nədir? İnsanlar sənin dediyini inkar etməsinlər və təkəbbürlüyündən dolayı deyil, istədiyin kimi hərəkət edirsən, istədiyin kimi danışırsan. Var bu o rəqilərdə? Doludur. Yəni ki, insanlar nə danışıram, danışım, insanlar məni inkar etməsinlər, məni qəbul etsinlər. Gündəmdə qalın. Buna hər bir firqə daxildir. Və ona görə də deyib, bu deyib, şeyx gətirir ki, böyük nədir? Günahlardandır və bunun nəticəsi də ağır olur. Aqibəti də ağır olur. Məsələn, mollaya sual verirsən ki, ay molla, saqqal haqqında nə deyə bilərsən? Quranda varmı? Deyir, hə. Və ləkum saqqalikum vacibikum. Adiyyəti yoxdur. Saqqal lihyə deməkdir. Ərəbcə. Nədir? Bu, bilsinlər ki, vardı. Heç bir şey yoxdur. Munadiyyəti yoxdur ona. Fikir versən, deyirsən ki, hədis gətirir özündən, hə. Gedəndə yedilər, işdilər, Peyğəmbər dedi, halal olsun, qaydanda gör, bir-birlərini öldürsə, deyir, haram olsun. Bundan belə deyir, araq haram oldu. Donuz da dahil. Hə, fikir, belə şey olar. Bu, həm Allahın adının yalanından danışır, həm Allah Rasulun adından yalanından danışır. Niyə? Hər şeydən bu cavab versin deyə ağzına nə gəldi danışsın. Amma insanlar nədir? Razı qalsın bundan. Allah adından da yalan danışır, Allah Rasulun. Deyir, hədis nə var ki? Biraz deyir Peyğəmbərdən, biraz Əlidən dedim, biraz da özün də özü quşursan, olur deyir hədis. Hədis nə deməkdir? Hadisə deməkdir, o baş versin deyir. Fikir ver. İnsandakı xəbis bir etiqada bax. Budur da. Bu ayə boş yerə deyil. Tədəbbür etməlisən ki, bu ayənin Allah adından yalan danışmaqdır, Allah Rasulunun yalan danışmaqdır. Ancaq haram bir, xəbis bir nədir? Etiqaddır. Və filəyyəti min sifətil məqt və ənəhu yətəfəvət. Yəni, burada deyir, Allah Subhanahu və Teala'nın sifətlərindən biri də nədir? Əl-məqt. Allah yanında buğd et. Demək, buğd nədir? Sifəti var. Kəbura məqtən indallah. Allah yanında məqt nədir? Əşaddı buğd deməkdir, yəni ki, nifrət, buğd. Yəni, bu da ki, fil əyət min sifət, o sifətlərdən deyir, nə var? Maqt, Allah Subhanahu və Teala nə edə bilər? Buğd, yəni sifəti var. Və ənəh yətəfəvət, yəni bir növ üz döndərən. Buğd, bir mənalarından biri nədir? Üz döndərən. Demək, Allah Subhanahu və Teala böyük günah sahiblərdən nə edir? Üz döndərir. Aydın oldu mu, qardaşlar? Və min nihayəti məsələkiyyə ət-təhdhir mən ən yəqul insan mə lə yəfəlin. Əl-məsləkiyyə nəhayət olaraq deyir, burada qayda, hədəf, nişan odur ki, hər bir insan, baxa, iman gətirir demir, hər bir insan bu cür əməl etməkdən təhzir etməlidir. Yəni, qaçmalıdır, uzaq olmalıdır, bəri olmalıdır. Çünki bu, Allahın ondan üz döndərməyinə gətirib çıxarda bilər. Aydın oldu, qardaşlar? Ona görə nədir? Məsələ nədir? Çox çətindir. Çox həqiqətən də düşünüləsi bir şeydir. Bu, hər birimizdə xata baş verə bilər. Heç kim bundan nədir? Soğurtalı deyil. Lakin anlamalıdır, bilməlidir ki, bu nədir? Qorxulu məsələdir. Həqiqətən də qorxulu məsələdir. Və sonra gətirir ki, başqa bir ayəni, bu da böyük məsələlərdəndir. Burada kifayətlənək. Allah subhanallah bizə faydalanlardan etsin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.